Salam, hər vaxtınız xeyir olsun. Bu video artıq 7-ci videomuzdur. 2027-ci il 11-ci siniflərin imtahanına düşəcək olan yeni inşa strukturu ilə bağlı. 7-ci videomuzun, yəni 7-ci inşamızın mövzusunu xüsusilə seçsim. DİM tərəfindən 2027-ci il üçün buraxılan buraxılış imtahanı nümunəsində olan mövzunun eynisidir və həmin mövzu haqqında deməli 10 cümlədən ibarət Azərbaycan dilində inşamızı yazmışıq. İlk öncə inşaya keçməmişdən əvvəl istəyərdim bir dəqiqəlik qeyd eləyək ki, inşada cümlələri hansı ardıcıllığından, hansı məntiqi ardıcıllığından yazmışıq. Birinci cümlədə ümumiyyətlə verilən mövzumuz budur. Should school uniforms be required for all students? Why or why not? Məktəb uniformaları, geyimləri required, yəni tələb olunmalıdır. Bütün tələbələr üçün lazımlıdırmı, tələb olunmalıdır, niyə və ya niyə yox. Deməli, birinci cümlədə deyirik ki, ümumi məsələyə giriş cümləsi veririk. Yəni, hələ ki tam fikrimizi ifadə etməmişdən əvvəl birinci cümlədə ümumi giriş. Məktəb geyimləri öyrənmə mühitinə müxtəlif yollarla təsir edə bilər. Hələ ki biz öz rəyimizi qoymadıq ortaya. Birinci cümlədə sadəcə ümumi məsələyə giriş elədik. İkinci cümlədə mənim fikrimcə, indi təbii ki bu fikri birbaşa birinci cümlədə də vermək olar. Amma əsasən giriş cümləni verdikdən sonra ikinci cümlədə mənim fikrimcə vermək də daha uyğundur. Mənim fikrimcə artıq burada ilk öz fikrimizi ortaya qoyuruq. Məktəb formaları bütün şagirdlər üçün tələb olunmalıdır. Bu ümumi bir mənim fikrimcə oldu. Ümumi bir fikrim oldu, yəni şəxsi fikrin ümumi forması oldu. Burada çox da xüsusi qeydlərdən danışmağa ehtiyac yoxdur. Üçüncü, dördüncü, beşinci, altıncı cümlələrdə isə ən azı 3 səbəb və ya nümunə gətirməliyik. Məsələn, birinci səbəbimiz budur ki, bir səbəb budur ki, formalar fərqləri azaldır, çünki hər kəs oxşar geyimlər geyinir. Sonra deyirik ki, bundan əlavə forma geyinən şagirdlər tez-tez öz dərslərinə daha çox diqqət yetirirlər. İkinci səbəb. Üçüncü səbəb olaraq deyirik ki, eyni geyim qaydalarına əməl edildikdə məktəblilər daha nizamlı və intizamlı olurlar. Sonra bir nümunə gətiririk, for example, for instance-lə məsələn veririk. Müəllimlər məktəb gəzintiləri zamanı öz şagirdlərini daha asan tanıya bilirlər. Bəli, bu da ağla gələcək səbəblərdən, nümunələrdən biridir. 7-ci cümlədə formalar bir çox dəbli geyimdən daha az bahadır. Buna görə ailələr pul saxlaya bilirlər. Başqa bir səbəb, təbii ki, artıq 100 sözə satmaq üçün səbəbi o demək deyil ki, 3 və ya 2 dənə yazmalıyıq, daha çox yaza bilərik. 8-ci cümlədə artıq mənfi tərəfə keçirik. Digər tərəfdən bəzi insanlar düşünürlər ki, formalar şagirdlərin şəxsi azadlığını məhdudlaşdırır. Yəni, bu mənfi yazarkən o demək deyil, verilən cümlə ilə bağlı həqiqi şəxsi mən fikrimizi yazmalıyıq. Sadəcə cəmiyyətdə olan mənfi təsirdən də danışa bilərik. Amma bu verilən mənfi fikir və ya mənfi təsiri sonraki cümlədə müdafiə eləməliyik. Yəni, çünki bizim əvvəlcədən bu mövzuya baxış açımız pozitiv olduğuna görə 9-cu cümlədə, 8-ci cümlədə verilən mənfi fikri müdafiə eləməliyik, support eləməliyik. 10-cu cümlədə də ən axırda yekun cümləni yazmalıyıq. Cümlənin ardıcılığı belədir. Keçirik ingilis dilində yazmağa. Deməli, birinci cümlədə. Əvvəla cümləni ingilis dilində yazmamışdan əvvəl Azərbaycan dilində tam tərcümə eləmək lazımdır. Məktəb geyimləri öyrənmə mühitinə müxtəlif yollarla təsir edə bilər. Niyə tam tərcümə eləmək lazımdır? Bəzən Azərbaycan dilində olan ardıcıllıqla şagirdlər təməl hallarda yazmaq istəyir, amma bu tam yanlış bir şeydir. Çünki ingilis dilində birinci mübtəda, sonra xəbər yazılmalıdır. Xəbər təsir edə bilər, ən axırda yazılır, Azərbaycan dilində deyilir, amma ingilis dilində isə ikinci. Sən əgər ikinci səhvən öyrənmə mühitinə falan yazsan, deməli cümlənin strukturu başından bəri yanlış olur. Mübtədanı yazırıq ilk öncə, təbii ki, Azərbaycan dilində bunu tuta bilirsiniz. Məktəb geyimləri, school clothes. School clothes, deməli məktəb paltarları, məktəb geyimləri, uniformsu clothes-la da əvəz eləyə bilərik, yəni bu problem deyil. Məktəb geyimləri, sonra xəbərə keçirik. Mübtəda xəbər arasında biraz məsafə verəcəm, əsasən cümlə üzləri arasında. Təsir edə bilər. Təsir etmək, influence, ən məşhur bildiyimiz təsir etməklərdən. Influence edə bilər deyiriksə, can. Bilir və ya bilər olduqda, təbii ki, modal feil girir məsələyə və feilin əvvəlində modalla feil arasında heç bir şey girmədən birbaşa yazılır. Can influence. Influence təsir etməlidir. Can influence təsir edə bilər. School clothes can influence. Məktəb geyimləri təsir edə bilər. Mübtəda xəbəri verdik. Mübtəda xəbərdən sonra nə gəlməlidir? Tamamlıq. Tamamlıq nəyi, nəyə, kimi sualına cavab verir əsasən. Deməli,
Burada tamamlığımız təbii ki, məktəb geyimləri təsir edə bilər. Nəyə təsir edə bilər? Öyrənmə mühitinə. Təbii ki, artıq bu üçüncü gələcək. Tamamlıq nəyi nəyə sualına cavab verəndir. Öyrənmə mühiti, öyrənmə ümumiyyətlə mamə şəkilçisi yadınızda qalsın, bunu dairəyə alım. Mamə şəkilçisi ümumiyyətlə ingilis dilində əsasən hərəkətin özünü isimləşdirdiyinə görə, hərəkəti mamə prosesin özünə kökləndiyinə görə ing olaraq verəcəyik. Learning, buradakı ing həmin bu mamədir. Mühit sözü də təbii ki olacaq. Təbii ki burada əvvəldə artıq the learning environment, burada artıq məlumlaşdırmalıyıq. The learning environment. Aha. School clothes can influence the learning environment. Mübtəda xəbər tamamlığı artıq verdik. Məktəb paltarları, geyimləri təsir edə bilər öyrənmə mühitinə. Deməli, müxtəlif yollarla qaldı burada artıq. Sadəcə müxtəlif yollarla cümlə özümüz qalıb. Ona ən axırda müxtəlif yollarla in different ways. Müxtəlif yollarda kimi olur. Bəli, amma burada artıq niyə belə olur sözünü deyə bilmərik. Yazılış müxtəlif yollarla ingilis dilində in-lə yazılmalıdır. In a right way, məsələn, doğru yolla, in different ways, müxtəlif yollarla, in a good way, in a bad way, bu formalı yolla olduqda with yox, in olacaq. Bu da xırda qeydlərdən biri. İkinci cümlədə, mənim fikrimcə, məktəb formaları bütün şagirdlər üçün tələb olunmalıdır. Mənim fikrimcə, ən məşhurunu yazaq, in my opinion. In my opinion, mənim fikrimcə, cümləmiz əslində buradan başlayır. Məktəb formaları bütün şagirdlər üçün tələb olunmalıdır. Yenə məktəb formaları olacaq. School, təbii ki bunu Z falan əvəz eləyə bilərik, amma school uniforms da yaza bilərik. Clothes əvəz edicisi olaraq şərtimizdə zaten uniforms yazılır. School uniforms, məktəb formaları tələb olunmalıdır. Bütün şagirdlər üçün saxlayırıq. Birinci xəbəri yazmalıyıq. Tələb olunmalıdır. Tələb olunmalıdır. Burada həm passive voice var, həm də malı-məli modal feil var. Ümumiyyətlə, malı-məli tövsiyə xarakterli tələb olunmalıdır. Sanki sən tövsiyə edirsənmiş kimi olduqda should əsasən verilməlidir. Tələb etmək, tələb etməlidir olduqda tələb burada olunmalıdır, yəni tələb edilməlidir kimi verilib. Amma tələb etməlidir olduqda required olur. Require, daha doğrusu should require. Amma tələb edilməlidir olduqda be required passive voice-ə keçir. Tələb olunmalıdır. Olunmaq artıq burada passive-ə keçdiyinə görə sanki, yəni kimsə tərəfindən edilən hərəkət kimi olduğuna görə to be və feilin idili forması gəlməlidir ki, bu artıq hərəkəti özü yox, kimsə tərəfindən edilmiş kimi, məhsul növdə yəni hərəkət kimi vermək lazımdır. In my opinion, school uniforms should be required, tələb edilməlidir. Mübtəda xəbəri yazdıq. Qaldı bütün şagirdlər üçün. Bütün şagirdlər üçün təbii ki burada üçün for all students. Bu da cümləmiz tamamlandı. Üçüncü cümlədə bir səbəb budur ki, bağlayıcıları burada qalın hərflə işarə eləmişəm. Bir səbəb budur ki, one reason is that, düz yazdıq. One reason is that. Bir səbəb budur ki, that bağlayıcısı ilə verdik. Uniforms, yeni cümləmiz buradan başlayır. Uniforms, yəni paltarlar, formalar fərqləri azaldır. Burada fərqləri azaldır yox, azaldır fərqləri verəcəyik. Çünki birinci xəbər sonra nəyi azaldır, nəyi, fərqləri, tamamlıq nəyi sualına cavab verir, onu üçüncü verməliyik. Uniforms azaldır, reduce. Reduce azaldır. Təbii ki, reduce ses yazmırıq burada. Çünki uniforms mübtədamız cəm olduqda xəbər bilirsiniz ki, sonunda s olmadıqda cəm olur. İsmin tərsi nəsidir? Xəbərin sonunda s olduqda tək olur. Uniforms reduce. Uniformalar, yəni formalar azaldır. Nəyi? Fərqləri. Differences. Fərqləri. Vergül. Çünki hər kəs oxşar geyimlər geyinir. Çünki təbii ki, because bağlayıcımızdır. Çünki hər kəs, mübtədamız burada hər kəsdir. Everyone, hər kəs verə bilər. Everybody, everyone. Ümumi danışıqda everyone versə daha yaxşı. Because everyone, hər kəs oxşar geyimlər geyinir. Geyinmək burada xəbərimizdir. Everyone mübtədadan sonra xəbər verməliyik. Xəbərimiz olacaq burada wear yox, wears olacaq. Çünki mübtədamız törəmədir. Everyone. Qrammatik açıdan bilirik ki, törəmələrin xəbəri tək olmalıdır. Everyone wears. Hər kəs geyinir. Burada artıq geyinməlidir. Have to wear və ya can-lə bilmək, bacarmaq. Modal feil yoxdur burada. Modal feil olmadısa normal feilin özünü veririk. Wears, deməli everyone wears. Hər kəs geyinir.
Hər kəs oxşar geyimlər geyinir. Aha, hər kəs geyinir nəyi? Sonra tamamlıq gəlir xəbərdən sonra. Oxşar similar yaza bilərik. Clothes da geyimlər. Dördüncü cümləmizdə bundan əlavə forma geyinən şagirdlər tez-tez öz dərslərinə daha çox diqqət yetirirlər. Bundan əlavə besides it yaza bilərik, furthermore yaza bilərik. Bunu demək olar ki, çox vaxt istifadə eləməmişik. Deməli, inşalarımızda bundan da istifadə eləyək. Digər videolarımızı izləyən şagirdlər hər zaman bilir ki, hər inşada çalışdığım qədər fərqli bağlayıcı linking wordslərdən istifadə etməyə çalışıram. Furthermore, daha əlavə olaraq, bundan əlavə forma geyinən şagirdlər tez-tez öz dərslərinə daha çox diqqət yetirirlər. Aha, burada mübtədamız forma geyinən şagirdlərdir. Forma geyinən şagirdlər, bunu dairəyə alaq, çünki bu önəmli bir məsələdir. An, əni, əgər bir mübtədanı an, ənlə, ilan, ilənlə təsvir ediriksə, burada artıq relative pronouns, nisbə vəzirləri işə düşəcək və onun yazılma qaydası necədir? Əslində mübtədamız bizim burada forma geyinən şagirdlərdir. Biz bunu ingilis dilində tərsdən yazacağıq. Şagirdlər an, ən, yəni təbii ki, bu ingilis dilində who və ya which canlı olduğuna görə who olacaq. Şagirdlər an, ən, geyinir forma. Tam tərsdən yazılacaq. Qırmızı papaq taxan oğlan. Oğlan kim ki qırmızı papaq taxıb? Bu formada, yəni bütün deməli belə ifadələri, an, ənlə təsviri ifadələri deməli biz bunu tərsdən yazacağıq. Furthermore, şagirdlər, students, who, burada artıq who, an, ənin qarşılığıdır ingiliscəsində. Students who, şagirdlər kim ki geyinir forma. Geyinir, wear, biraz əvvəldə yazdıq. Forma, uniforms. Təbii ki, forma geyinir deyəndə formalar geyinir. Burada ümumiyyətlə wear a uniform biraz düz çıxmır. Ümumiyyətlə ingiliscə ümumi danışdıqda şagirdlər kim ki formalar geyinir. Biz forma geyinir deyirik. Onlar biraz formalar, biraz cəmə üstünlüyü verirlər. Yəni ümumi danışıqda cəmdə yazmaq daha məqbuldur. Təkdə də yaza bilərik, amma cəmdə yazılmağı daha uyğundur. Həm də burada students cəmdir. Students who wear uniforms, artıq mübtədamız tamamlandı. Tələbələr kim ki geyinir? Uniformalar, forma geyinən şagirdlər və ya tez-tez öz dərslərinə daha çox diqqət yetirirlər. Xəbərimiz burada diqqət yetirməkdir, amma burada tez-tez var. Bilirsiniz ki, tez-tez, often, always, usually, just, already. Bunlar hər zaman adətən, deməli, often. Bunlar hər zaman mübtəda və xəbərin arasına girir. Mübtədanı yazdıqdan sonra xəbərin arasına often saldıq. Often, diqqət yetirmə, pay attention, ən məşhur diqqət yetirmə sözü. K-yə falan var, amma pay attention ən məşhurudur. Often pay attention, daha çox diqqət yetirirlər. Burada daha çox məsələsi var, daha çox müqayisə dərəcəsi. Bunu da işarələyək. Pay more attention. Ümumiyyətlə pay ödəmək də öz başına bildiyimiz kimi, amma attention da diqqətdir. Burada amma diqqət yox, daha çox diqqət deyir. Daha çox diqqət olduqda artıq more işə düşəcək. Bilirik ki, more iki başlıdır, həm cəm, həm salimə tək isim gələ bilər özündən sonra. Daha çox da dedikdə ağlımıza dərhal more gəlməlidir. İnşallah ən çox işlənən sözlərdən biridir. More. Pay more attention, daha çox diqqət yetirirlər. Deməli, nə qaldı burada? Öz dərslərinə. Öz dərslərinə. AE şəkilçisi olacaq to. Öz dərslərinə dedikdə bizdə own məsələn lessons burada düz gəlməz. Burada onların dərslərinə mənasındadır. Their lessons. Və ya araşdırmalarına, məsələn, studies də vermək olar burada və ya classes düz çıxmaz, lessons, bəli, their lessons. Onların dərslərinə daha çox diqqət yetirilə bilərlər. 5-ci cümləyə keçirik. Eyni geyim qaydalarına əməl edildikdə. Əməl edildikdə, ediləndə, anda, əndə və ya edildikdə. Bu kimi bunu anda, əndə də yaza bilərik. Sizin üçün daha yadda qalan olsun deyə. Yaza bildik. Neysə ki, biraz neysə, qalsın. Eyni geyim qaydalarına əməl ediləndə, anda, əndə şəkilçisini biz burada artıq verəcəyik. Nə ilə? Deməli, when-lə. Hər zaman ən çox istifadə olunan cümlə quruluşlarından biridir. Ümumiyyətlə, when bağlayıcısından istifadə. When bağlayıcısı anda, əndə yazıldı birinci when-i, sonra cümləni mübtəda xəbər ardıcılığı ilə yazmalıyıq. Eyni geyim qaydalarına əməl ediləndə. Burada mübtədamız bizim olacaq eyni geyim qaydaları. Eyni, the same-də ingilis dilində Z artiklindən işlənməlidir.
Dress, geyim qaydaları, dress rules da yaza bilərik. Nümunələrdən biri budur. When the same dress rules, eyni geyim qaydaları əməl ediləndə, əməl etmək, yerinə yetirmək, bilirsiniz ki, qaydaya əməl etmək, itaət etmək obeydir, amma əməl etmək, yerinə yetirmək follow, izləməyin o birisi digər mənası da yerinə yetirmək, əməl eləməkdir. Amma burada geyim qaydaları əməl edəndə yox, əməl ediləndə passiv, məhsul növü yaranıb burada yenə. Məhsul növü yarandığına görə follow yox, followed əvvəlinə də to be, yəni are followed olacaq. Follow əməl edir deməkdir, are followed əməl edilir. Geyim qaydalarına əməl edilir olmalıdır burada. Çünki əməl ediləndə anda, əndə də when yaratdı. Deməli, vergül. Növbəti cümləyə keçirik. Məktəblər daha nizamlı və intizamlı olurlar. Məktəblər bizim mübtədamız. Burada məktəblər olacaq. Schools. Xəbərimiz burada. İkinci mübtədən sonra xəbər yazmalıdır. Olurlar, olmaq, become'dır. Deməli, məktəblər olurlar daha nizamlı və intizamlı. Daha yenə. Daha çox ismə aid olduqda more, sifətə də aid olduqda more olacaq. More, nizamlı və intizam. Nizamlı organize verə bilərik. İntizam sözü ümumiyyətlə qayda, intizamlı olmaq, disiplin bilirsiniz ki, Azərbaycan dilində istifadə olunan sözdür. Amma nizamlı organize yaza bilərik. Təşkil olunmuş formanı nəzərdə tutduğuna görə dərsdə. More organized. Organized and düz yazıq, bəli, organized and disciplined. Çox nizamlı və intizamlı olurlar. 6-cı cümləmizə daha doğrusu məsələnə nümunə verəndə for instance verə bilərik. For example və ya for instance fərq etmir. Müəllimlər məktəb gəzintiləri zamanı öz şagirdlərini daha asan tanıya bilərlər. Mübtədamız burada müəllimlərdir. Teachers tanıya bilərlər. Xəbərimiz olacaq. Recognize da yaza bilərik, amma öz şagirdlərini tanımaq. Ümumiyyətlə insanların içində birini, insanlar əsasən cansızları yox, əsasən insanlara aid olan bir insanın kimliyini müəyyənləşdirməkdə recognize sözü əsasən istifadə olunur. Amma burada tanıyır yox, tanıya bilir və ya bilər olduqda can recognize olacaq xəbərimiz. Mübtəda xəbəri yazdıqdan sonra çıxırıq mübtəda xəbəri, Azərbaycan dilində ixtisar edirik. Müəllimlər tanıya bilirlər. Üçüncü nə gəlməlidir? Tamamlıq. Nəyi tanıya bilirlər? Öz şagirdlərini, onların, biraz əvvəl də dediyim kimi, onların öz dedikdə, yəni onların şagirdlərini, their students, onların şagirdlərini, burada qaldı məktəb gəzintiləri zamanı daha asandır. Məktəb gəzintiləri zamanı zaman olduğuna görə zamanlar əsasən ən axırda işlənir. Ona görə daha asandır verməliyik burada. Asan easy'dir. Amma buradakı easy, deməli, burada hərəkətə aiddir, tanımağa aiddir, ismə aid deyil. Ona görə easily olmalıdır. Yəni, hərəkət aid olduqda bilirsiniz ki, sifətin sonuna ly şəkilsi, l-yı, əsasən y olanda y düşür və i hərfi gəlir. Ly şəkilsi gəldikdə isə bu artıq zərfə çevrilir və hərəkətə aid olur. Amma burada asan yox, daha asan dediyinə görə more easily verəcək. Təbii ki, zərfin müqayisəsi more-dan düzəlir. Deməli, qaldı burada nə? Məktəb gəzintiləri zamanı. Zamanı təbii ki, during-dir. School, gəzintilər də qısa gəzintilər, qısa səyahətlər olduğuna görə trips də vermək olar. Journeys əsasən biraz uzun səyahət və ümumi biraz anlayışdır. During school trips. 7-ci cümləyə baxırıq. Formalar bir çox dəbli geyimdən daha az bahadır. Mübtədamız burada, birinci cümləmizdə mübtədamız formalardır. Uniforms. Xəbərimizi yazacaq. Daha az bahadır. Dir şəkilçisi. Biraz əvvəl yazdığımız bütün 6 cümlədə demək olar ki, xatırlamıram ki, dir şəkilsi, hərəkətsiz cümlə verək. Burada artıq bizim cümləmiz hərəkətsiz olduğuna görə, yəni dir şəkilsi olduğuna görə, dir ingilisində is və ya arla verilir. Uniforms cəm olduğuna görə ar verəcəyik. Dirə arla verdik. Uniforms are, məktəb geyimləri. Burada daha asandır. Mən istərdim ki, bunu da işarəyə alaq. Yəni more easily. Yəni bilək ki, bu deməli, hərəkətə aid oldu. Uniforms are, dir nədir? Az bahadır, daha az bahadır. Daha az baha. Daha az bahanın, ümumiyyətlə, baha nə deməkdir? Expensive-dir. Yazaq bunu ardıca. Expensive. Və burada daha az baha. Daha çox nə idi? More. Yəni, biraz əvvəl izah elədik. Daha çox, çoxluğu bildirəndə daha ilə müqayisədə çoxluğu bildirəndə more verir. Azı bildirəndə nə verir? Əsasən şagirdlərin ən çox çaşdığı məsələlərdən biri budur.
Daha az olduqda artıq less olur. More-un antonimidir sanki. Daha az sözündə işarəyə alaq, bilək ki, daha azı dedikdə less nəzərdə tuturuq. Aha, daha az bahadır. Bir çox dəbli geyimdən, damdən. Buradakı damdən nə olacaq? Zən. Müqayisə dərəcəsində iki şeyi müqayisə elədikdə yaratdığımız Azərbaycan dilindəki damdən ingiliscəsində zən hissəcidir. Uniforms are less expensive than bir çox dəbli geyimdən. Bir çox many, a number of falan da vermiyorlar, a lot of da vermiyorlar. Many daha uyğundur. Many dəbli fashionable daha doğrusu səhv yazıq. O hərfini yazmadıq, səhv eləmirəmsə belə xətalar arada olur. Many fashionable deməli bir çox dəbli geyimdən. Geyim clothes ümumi yaza bilərik. Clothes many fashionable clothes. Birinci cümləmiz bitdi. Keçirik ikinci cümləyə. İkinci cümlədə də buna görə bağlayıcımız nədir? So bağlayıcısı buna görə mənasındadır. Ən çox inşalarda işlənən deməli bağlayıcılardan biridir. Bunu da işarəyə alaq. So buna görə də ailələr pul saxlaya bilirlər. Pul saxlamaq deyəndə, yəni pul saxlayır. Pula qənaət edə bilirlər. Pul yığa bilirlər. Baha deyir, bəzi geyimlər bahadır və buna görə də ailələr qənaət edə bilirlər mənasında. Pula qənaət eləmək save'dir. Save money. Təbii ki, biz ilk öncə mübtədamızı yazacağıq. Ailələr, families məlum olmadığına görə, yəni ümumi ailələri danışdığına görə ziyarətli verməyə ehtiyac yoxdur. Pul saxlaya bilmək. Save money, pul saxlamaq, pula qənaət etmək, pul yığmaqdır. Amma burada bilərlər olduğuna görə can save money verməyimiz daha yaxşıdır. Pul saxlaya bilərlər. Və olan başqa bir cümlə özümüz yoxdur burada. 8-ci cümləyə keçirik. Digər tərəfdən, on the other hand, bu linking verse-ü mütləq bilin. Çünki bu ən çox lazım olan linking verse-lərdən biridir. Digər sözlə desək, digər tərəfdən bəzi insanlar düşünürlər ki, some people düşünürlər ki, think düşünməkdir. Də bağlayıcısı da artıq olacaq. Bəzi insanlar düşünürlər ki də dət bağlayıcısı ilə verdik. Formalar şagirdlərin şəxsi azadlığını məhdudlaşdırır. Burada mübtədamız olacaq. Formalar, uniforms, çox uniforms'un sinonim olmadığına görə çox da təkrarlamağa ehtiyac yoxdur. Uniforms, formalar şagirdlərin şəxsi azadlığını məhdudlaşdırır. Burada xəbərimiz bizi məhdudlaşdırır olacaq. Məhdudlaşdırmaq, limit, restrict yox. Burada limit daha uyğundur. Limitləmək mənasındadır. Limit, məhdudlaşdırır da modal fe'l olmadığına görə sadəcə limit verdim. Mübtədamız da cəm olduğuna görə uniforms, limits yox, limit verdik. Məhdudlaşdırır nəyi? Tamamlıq gəlməlidir üçüncü. Şagirdlərin şəxsi azadlığını. Şagirdlərin, burada canlı olduğuna görə apostrof s və s apostrofuna deməli, yəli hal yaradacaq. Şagirdlərin şəxsi dedikdə insanın şəxsi olduğuna görə personal, individual da ola bilər. Personal daha uyğundur, çünki şəxsə köklənir burada. Personal azadlığını da freedom ən ümumi bildiyimiz sözlərdəndir. Limit students, personal freedom. Formula şagirdlərin şəxsi azadlığını məhdudlaşdırır, şagirdlərin şəxsi azadlığını. Və son cümləmiz bitdi. Bu fikir məntiqli olsa da, ümumiyyətlə olsa da, sanki hətta baxmayaraq mənası effektini verir. Hətta baxmayaraq ki, bu fikir məntiqlidir. Olsa da even though bağlayıcısını yadımızda saxlayaq. Bu bağlayıcımız olsa da hətta baxmayaraq ki mənasındadır. Bu fikir məntiqlidir. Hətta baxmayaraq ki bu fikir məntiqlidir. Ağlabatandır, məntiqlidir. Yəni məntiqli meaningful da ola bilər. Reasonable, yeni lüğətimizdə də qeyd eləmişik. Reasonable məqsədə uyğun, məntiqli, münasib mənasındadır. Bu fikir olacaq this opinion. Niyə this verdi? Çünki burada bu fikir demir. Bu fikirdən söhbət gedir. Bu artıq this əvəzliyi olacaq. Məntiqlidir, dırdir şəkildə xəbər vermədən, təbii ki burada dırdir olsa da olduğuna görə itib, amma even though dedikdə hətta baxmayaraq ki bu fikir məntiqlidir. Xəbərsiz cümlə ola bilməz. Is, are yox. Üzr istəyirəm. Bu fikir məntiqlidir. Reasonable. Deməli, keçirik növbəti cümlədə. Yaxşı bir öyrənmə mühiti daha vacib. Sən artıq bu 9-cu cümlədə, 8-ci cümlədə verdiyin negativ düşüncəni müdafiə etməyə çalışırsan öz baxış açısından. Baxmayaraq ki, bu fikir məntiqlidir. Yaxşı bir öyrənmə mühiti daha vacibdir. Yaxşı bir öyrənmə mühiti. Bu bizim olacaq mübtədamız.
Bir sözü ümumiyyətlə gəldisə söhbətə artikel olmalıdır sifətin əvvəlində. Yaxşı biri verdiyi artıq öyrənmə mühiti. Öyrənmə mühiti biraz əvvəldə ilk cümlədə səhv eləmirəmsə yazdıq. Learning environment. A good learning environment daha vacibdir, dırdır yenə is olacaq. To be hərəkətsiz cümlələrdə indiki zamanda is are olaraq qeyd olunur. Dırdır yaxşı deməli daha vacibdir. Yaxşı öyrənmə mühiti yazdıq. Daha vacibdir. Daha vacibdir yenə sifəti müqayisə etdikdə, daha dedikdə more verəcəyik. Important ən məşhur vacib sözümüz. Is more important. Yəqin ki səhv yazmadıq. İnşa yazdıqda ola bilər. Ardasa xəta eləyək, hansısa sözü səhv yazaq, artikl eləyək, belə şeylər ola bilər. Buna görə üzrlü sayarsınız. Çünki Azərbaycan dilində canlı belə deyək, tərcümə eləyib sizə təqdim edirik. Ola bilər ki, hansısa bir texniki xəta ola bilər. Elə bir şey olduqda rəy bölməsini zəhmət olmasa yazın. 10-cu cümlə, sonuncu cümləmiz. Buna görə də hər zaman as a result, in conclusion, consequently, that's why veririk. Therefore da verə bilərik. Sanki nəticəni bildirdikdə therefore da vermək olar. Deməli, buna görə də mən inanıram ki, birinci bunu yazaq. I believe that. Mən inanıram ki, bəzən hərfləri yeyirik. I believe that. Mən inanıram ki, məktəb formaları məktəblərdə bərabərlik və intizam yaratmaq üçün ən yaxşı yollardan biridir. Aha, mübtədamız burada məktəb formalarıdır. School uniforms. Aha, mübtədanı verdik. İndi keçirik xəbərə. Mübtədanı da biraz ayıraq. Ən yaxşı yollardan biridir. Aha, ən yaxşı yollardan biridir. Dırdır, yenə hərəkətsiz cümlə. Yenə is və ardan istifadə edəcəyik. Dırdır olduqda ən yaxşı yollardan biri. Aha, dan biri olacaq nə? Aha, bunu da qeyd almaq istəyirəm. Dan biri dedikdə dırdır da getdi, eyb yox. One of. Are one of. Nədənsə biri, nəyinsə biri, yəni of-ın indi təbii ki dandan deyil, amma ingiliscəsində one from yox, one of olaraq yazılmalıdır. Ən yaxşı yollardan biri one of, oflu birləşmələr tərsdən yazılır. Ən yaxşı yollar, ən yaxşı the best-dir, sifətin üstünlüyü dərəcəsi, yaxşının üstünlüyü the best-dir. Yollar da ways. Bu oldu artıq ən yaxşı yollardan biridir. Arada qataq söhbətə, çünki orada deməli dırdırı da qeyd aldıq. The best are one of the best ways. Ən yaxşı yollardan biridir. Aha, məktəb formalarını yazır. Ən yaxşı yollardan biridir. Nizam-intizam yaratmaq üçün. Məktəblərdə bərabərlik və nizam-intizam yaratmaq üçün. Məktəblərdə məkanı ən axıra atacaq. Biraz əvvəl dedim. Zaman zərfi də ən axırda, məkan zərfi də ən axırda yazılır. Ondan əvvəl bərabərlik və nizam-intizam yaratmaq üçün bax bunu verməliyik. Və digər inşalarda videolarımızda ən çox istifadə etdiyimiz, amma bu videoda əsasən sadəcə burada rast gəldiyimiz məsələ maq üçün ən önəmli deməli bizim cümlə texnikalarımızdan biridir. Maq üçün nədir ingiliscəsində? To. Və maq üçünlü ifadələr ümumiyyətlə fe'li birləşmələrdə bərabərlik və nizam-intizam yaratmaq üçün fe'li birləşmələrdə İngilis dilində birinci fe'l gəlir, sonra digər sözlər. Amma Azərbaycan dilində isə fe'l axırda gəlir. Biz indi burada bərabərlik və nizam-intizam yaratmaq üçün belə deyəcəyik. Üçün yaratmaq, bərabərlik və nizam-intizam. Yəni yaratmaq fe'li əvvələ keçəcək. Üçün nədir? Maq üçün nə olacaq? To. Bunu da dairəyə alaq. Maq üçün to olacaq. To. Aha. Yaratmaq da olacaq create. To create. Yaratmaq üçün. Maq üçün to oldu. Bir də təkrarlayıram. Create yaratmaq. Maq təbii ki burada artıq to ilə deyilir. Yaratmaq üçün, nə yaratmaq üçün? Feildən sonra yazılmalıdır. Bərabərlik və intizam. Bərabərlik, equality çox düşür ümumiyyətlə son zamanlarda. Əsasən 11-ci illərə çox düşən sözlərdən biridir. Equality and deməli, nizam-intizam biraz əvvəldə yazıq. Disiplin. Bərabərlik və nizam-intizam qaldı məktəblərdə. Məktəblərdə in schools and sonda yazacaq. Və salam cümləmiz də bitdi. Təşəkkürlər diqqətiniz üçün. 7-ci videomuzda bitdi artıq. İnşallah 8-ci videoda görüşənədək.